Cəmiyyətinin başçısı və aparatın məhsul işçiləri, Yeni Azərbaycan Partiyası, Bərdə Rayon Təşkilatının sədri, hüquq mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, ağsaqqallar, ziyalılar, bütün Bərdə ictimaiyyəti nümayəndələri və əlbəttə ki, qonaqlarımız da iştirak edirlər. Sizin hamınızı salamlayır. Bayramınız, bu müqəddəs gündə bayramınız mübarəkdir deyirik. Hörmətli tədbir iştirakçıları, gəlin sizinlə birgə Bahar qızın təbrikini eşidək. Hoş gördük Elim Obam, hoş gördük Ulu Tanrım. Uzun həsrətin aramızdakı qarlı qışın buzunu əridib, gəldim sizləri isindirəm, sevindirəm. Bolluca bar bərəkət, alın təri, zəhmət gətirmişəm sizə. Baxın, torpaq buğlanır. Bizi bayram edirsiniz. Bayramınız mübarək, baharınız mübarək olsun. Qoy bu xırda səmənlər iri zəmilərə çevrilsin. Qoy uca Tanrım səxavət və kəramətini üstümüzdən, yurdumuzdan, xalqımızdan əsirgəməsin. Bir quş uçdu bizim bağa, səhər-səhər oxumağa, qondu yaşıl bir budağa. Dedi gözəl bahar gəlir, bayramınız mübarək. Hörmətli tədbir iştirakçıları, ötən illərdə təqvimimizə elə tarixi günlər yazıldı ki, hər bir Azərbaycanlının ürəyi riqqətə gəldi. Möhtərəm prezidentimiz Cənab İlham Əliyev Xan kəndində Azərbaycan bayramını ucaltmaqla 8 noyabr, 19 sentyabr və 15 oktyabr zəfərləri ilə yeni siyasi mərhələnin əsasını qoydu. Azərbaycan işğal, məğlubiyyət tarixinin səhifəsini bir yolluq dəyişdi. İlham Əliyevin siyasi uzaqgörənliyi, sərkərdə kimi qətiyyəti nəticəsində Azərbaycan 100 illik qeyri-bərabər savaşda ən böyük və qəti qələbəsini qazandı. Hörmətli tədbir iştirakçıları, icazə verin torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş. Azadlığımızı öz qanları, canları ilə bizə bəxş etmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Artıq xalqımızın Qarabağı azad, vətəni bütöv görmək arzusu gerçəkləşmişdir. Doğma torpaqlarımıza qovuşduğumuz tarixi qələbə günü, zəfər gününün sevincini bizə daddıran müzəffər Ali Başkomandan Cənab İlham Əliyev oldu. Əziz dostlar, bütün bunlar üçün hörmətli prezidentimizə minnətdarıq. Bütün Bərdəlilər adından Novruz bayramı münasibəti ilə möhtərəm prezidentimiz Cənab İlham Əliyevə, ailəsinə və bütün Azərbaycan xalqına uğurlar, can sağlığı, hər bir ailəyə sevinç, ruzi, bərəkət arzulayırım. Hörmətli qonaqlar, əziz dostlar, mədəniyyət və incəsənət işçiləri bayramınızı təbrik etmək üçün konsert proqramı hazırlayıblar. Çıxış edir Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərdən ibarət Zəfər Xalq Çalğı Alətləri Ansamblı. Ansamblın bədii rəhbəri, məktəbin müəllimi Mədət İmanov, oxuyur məktəbin şagirdi Polad Salmanlı. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Yurdumun səsilə
Çok sağ olun. Bugün minillərlə tarixə yoldaşlıq etmiş Bərdə bütövlükdə Novruz fonçasına bənzəyir. Küçələr, meydançalar səməni-səməni qalxıb. Giriş qapıları qonaqlara yaşıl əllərini uzadıb. Şuarlar, plakatlar hər kəsi çal-çağıra, xoş ovqata, xoş arzulara səsləyir. El-obanın sevinci bir-birinə qarışır. Hər şey yeniləşir, gözəlləşir. İnsan yalnız qurub yaratmaq istəyir.